Allah Azze ve Celle'nin üz sifətinin ispatıdır ki, Peyğəmbər sallallahu aleyhi ve sellem burada Allah Azze ve Celle'ye üz nisbət eləyir və əhl-i sünnə və cemaatda Allahın özü özünə ispat etdiyi və Peyğəmbər sallallahu aleyhi ve sellemin ona ispat etdiyi bütün zatı və feili və eləcə də mənəvi sifətləri ispat edirlər, onu inkar etmirlər, mənasını yozmurlar, keyfiyyət vermirlər və bir də məxluqların sifətlərinə bənzətmirlər. Bəli, Allah Azze ve Celle öz kitabında özünün üzü olduğunu buyurur. Və eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm səhih sünnəsində Allah subhanahu və taalanın üzü olduğunu ispat edir. Lakin Allahın üzü özünə məxsus şəkildədir. Məxluqların üzünə bənzəməz. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, İnnəllaha la yenəm fələ yenbəğu ləhu əyyənəm. Allah Taala yatmır və ona yatmaq da yaraşmır. Hicabuhu nur, onun hicabı nurdandır. Ləv kəşəfəhu lə əhraqat subuhatu vəcihihi ilə mə intəhə iləyhi basaruhu min xalqihi. Əgər Allah öz hicabını açsaydı, öz örtüyünü götürsəydi, onun üzünün nurları məxluqatından gördüyü bütün hamısını yandırardı. Necə Allah Azze ve Celle'yə üz nisbət eləmək, üz sifətini ispat eləmək, məxluqa bənzətmək olur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər Allah öz örtüyünü, hicabını qaldırsaydı, onun üzünün nuru məxluqatdan gözünün gördüyü hər şeyi neyniyərdi? Yandırardı.